Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə miniatür hazırlayacağım. Gil xəmirindəndir. Hələ ki bir neçə videomuz gil xəmirindən kiçik əl işləri olacaq. Bütün rəyləri oxuyuram, bəzən cavablandırıram, bəzən vaxt olmur, üzrü hesab eləyin. Amma hamısı nəzərimdədir. Böyük kosa və keçəl istəyən izləyicilərimiz var. Su quyusu, daha sonra və digər formalarını, kiçik əl işlərini. Bunlar yəni bugünün əl işi deyil, 3 gün, 5 gün öncədən hazırlanır. Daha sonra video yığılır, üzərinə səs əlavə olunur. Gil xəmirinin quruması üçün gözlənilir. Yəni bir günə, 2 günə başa gələn işlər deyil. Bacardığım qədər sizin istəkləri nəzərə alıram. Elə bilməyin ki, oxudum, keçdim. Sadəcə çatdırdığımı eləyirəm. Bəziləri alınmır, çatdıra bilmirəm. İlk olaraq altlıq formada hazırladım. Yəni sadə düzbucaqlı. Daha sonra divar hissəni bu formada böyük daş formasını vermək üçün cızdım və yapışdırmaq üçün sadəcə sudan istifadə edirik. Yəni xəmiri biraz isladırıq. Kənar hissələrinə belə gil xəmiri qoydum ki, daha möhkəm olsun. Eyni bu formada arxa hissəndə qapadıram. Yenə gil xəmirindən istifadə eləyib. Yəni daşları elə qoyun ki, daha doğrusu gil xəmirlərini elə qoyun ki, daşa bənzəsin. Əlinizdə sadəcə biraz əyri forma versəz, qaya daşlarına bənzəyəcək. Daha sonra su qabını hazırlayacağım. Adi saxsı qab formasını vermək üçün ilk öncə biraz silindir formada hazırlayırıq və içərisinə məndə belə kiçik oxlov var. Elə gil xəmirini alanda paketin içindən çıxmışdı. Yoxdursa adi qələmlə də belə içəri hissəsini boşluq formasını salmaq olar və kənarından bir dəfə, yəni boğaz hissədən bir dəfə iplə sıxacağım ki, sadəcə düz kant düşsün. Bunu sadə diş çöpü ilə də cızmaq olar və biraz suya batırıb miniatürün üzərinə yerləşdiririk. Kiçik turba, yəni boru hissəni isə bu formada hazırlayırıq. Sadəcə əlinizdə kiçik silindir hazırlayıb içərisini oxlovun incə hissəsi ilə, yəni belə deyək, siz bunu diş çöpü ilə hazırlaya bilərsiniz. Yenə əyri formada adi qaya daşlarını hazırlayıb kənar hissələri biraz daşla dolduracağım. Eyni bu formada şəlalə hazırlaya bilərsiniz. Yəni qaya daşların biraz böyük götürüb üstə doğru kiçik daşlar yığmaqla şəlalə hazırlamaq olar. Mən çatdırsam sizlər üçün hazırlayacağım. Olmasa da videolarda qeyd edirəm ki, istəsəniz o formada hazırlaya biləsiniz. Hələ ki bu formada hazırdır. İndi isə kənar hissə üçün balaca bir quş hazırlayacağım. İstəsəniz belə sadə formada da saxlaya bilərsiniz. Mən istəyirəm ki, bu miniatürüm biraz da gözəl olsun. Kiçik hissələri hazırlamaq daha incəlik tələb edir, daha çox vaxt tələb edir. Və quşu qayanın üzərinə, daşın üzərinə yerləşdirəndən sonra quyruq hissəsini də yapışdıracağım. Çünki çox incədir. Əlimdə etdikdə əzilə bilir bədən hissə. Quyruq hissəni də yerləşdirəndən sonra yenə taxta şiş yardımı ilə bu formada xəmirləri, yəni iki hissəni bir-birinə birləşdiririk. Və quş da hazırdır. Rənglədikdə daha gözəl görünəcək və kənar hissə üçün son olaraq qamış hazırlayacağım. Əldə adi bir yumru hazırlayırsınız, yəni sadəcə əlinizlə bu formada oval hazırlayırsınız. Qamışın çöp hissəsi, budaq hissəsini mən yaşıl simlə hazırlayacağım. Adi gül budağıdır. Bunun əvəzinə yoxdursa əlinizdə çöp şişdən hazırlamaq olar. Yəni çöp şişə keçirdə bilərsiniz. Bu formada eyni ilə daha sonra amma çöpün üzərini yaşıl boyayın ki, qamışın çubuq hissəsinə bənzəsin. Daha sonra isə bu hissəni mən adi çöp şişlə böyük daş formasına bənzəməsi üçün cızacağım. Bu formada istəsəniz ot formasını vermək üçün çox kiçik çöplə iynələmək kimi, yəni kiçik iynələmək kimi də eləyə bilərsiniz. Yaxud da sadəcə elə birbaşa saxsını saxlaya bilərsiniz, gil xəmirini özünü. Və miniatürüm tam quruyub. Boyamağa başlamadan öncə su formasını iki formada vermək olar.
Onu da qeyd etmək istəyirəm ki, gil xəmirində yapışdırıcı olaraq silikon kleydən deyil, bu kleydən istifadə edirəm, universal kleydən. Bu daha etibarlıdır, çünki qopa bilir, digərini də sınamışam və bu formada suya bənzəməsi üçün həsir ip keçirtdim. Sizə hər dəfə müxtəlif formanı keçirdirəm ki, yəni bu videolarım işə yarasın. Sadəcə video olaraq paylaşmıram ki, baxıldı, izləndi bu qədər. Sizin də işinizə yarasın. Baxıb siz də hazırlaya biləsiniz. Bir dəfə suyu kleydən hazırlamışdım. Adi maili bir qabın üzərinə silikon kleyi tökürsünüz. Quruduqdan sonra maili formada yapışdırırsınız. Su üçün quaş boyada göy və ağ rəngləri qatıb əldə edə bilərsiniz. Bildiyiniz kimi altılı paketlərdə açıq mavi ton olmur su rəngi. Mən çox istifadə elədiyimə görə belə böyük qablaşdırmalar alıram. Əgər siz sadəcə özünüz üçün və yaxud bir-iki dəfə hazırlayacaqsınızsa, tək-tək almağa ehtiyac yoxdur. Altılı bir yerdə alıb dediyim kimi göy və ağ rəngləri qarışdırmaq olar. Eyni ilə bu qəhvə rəngi, sarı saxsı rəngi əldə eləmək üçünsə mən videomuzda paylaşmışam kanalımızda və öncəki videolarımda da qəhvə rəngi hansı rənglərin qarışığından almaq olar paylaşmışam. Quş üçün narıncı rəng boyadım. Çox az sarı çalarlar da əlavə elədim və göz üçün çox balaca bir nöqtə qoyacağam qara boya ilə. Daha sonra daşları boz rəngdə boyayacağam. Qara və ağ rəngi qatırıq. Boz rəngin çalarını zövqünüzə uyğun formada eləyə bilərsiniz. Təbii ki, ağın üzərinə qaranı çox qatsaz tünd boz, az qatsaz açıq boz olacaq. Hətta onu deyim ki, bunu etmədən belə bu daşı bu formada saxlaya bilərsiniz. Gördüyünüz kimi quruduqdan sonra gil xəmiri biraz da olsa daşa bənzəyir. Yəni belə deyək, quruduqdan sonra boyamaya da bilərsiniz yalnız daş hissəni. Və son olaraq miniatürümüzün boyası quruduqdan sonra üzərinə şəffaf dırnaq boyası, yəni şəffaf lak çəkəcəm. Bu vernik əvəzidir. Yəni həm boyaların parlaqlığını saxlayır, rəngini qoruyur, daha canlı görünür rənglər. Özünüz də görürsünüz ki, boyadıqda dırnaqla boyası ilə rənglər nə qədər açılır. Yaxından da baxın, çox fərq olur rənglərdə. Və bu formada miniatürümüzün son halıdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın. Hələlik.